Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugünkü mövzumuzda gözəl əxlaq haqqında danışacağıq. Allahın Rəsulu buyurur ki, möminlərin ən kamili gözəl əxlaq sahibi olanlardır. Yəni bir insanın gözəl əxlaqının olması, insanlarla xoş rəftarı, insanların əlindən tutması, onların yardımına yetişməsi gözəl əxlaqın nümunələrindəndir. Və bunun əksi insanları rəzalətə sürükləyən amillərdəndir. Allahın Rəsuluna yanına gəlib belə buyururlar ki, bir kəs var ki, gecələrini oyaq qalıb ibadətlə məşğul olur, gündüzlərini oruç tutur. Bu gözəl əxlaq sahibi hesab olunurmu? Allahın Rəsulu buyurur ki, onun yaxınları ilə, qonşuları ilə rəftarı necədir? Buyururlar ki, biraz dilinin aclığı, rəftarının sərtliyi var. Buyurur ki, onun əməlləri onun əxlaqının göstəricisi deyil. Onu cəhənnəm atəşindən xilas edə bilməz. Yəni, gözəl əxlaq İslam anlayışında, insanlıq anlayışında budur ki, insanlar bir-biri ilə rəftarda qoyulmuş normaları, ilahi çərçivəni kənara çıxmasınlar. Və bugün biz günümüzdə görürük ki, gözəl əxlaqi anlayışdan xəbəri olmayan insanlar hansı cinayətləri törədirlər. Bugün insanlara bu gözəl peyğəmbər sünnəsi əvəzində saxta formalaşdırılmış saxta dəyərlər təqdim olunmaqdadır ki, bu da bəşəriyyətin mənəvi məhvinə gətirib çıxardır. Bugün dünya gündəmini zəbt edən bir məsələ var. Jeffrey Epstein məsələsi. Yəni, milyonlarla sənəd üzə çıxıb ki, dünyanın aparıcı qüvvələri, dünyanın demokrat ideoloqları, dünyanın insan haqları müdafiəçisi sayılan insanlar, böyük güclər və bu gücləri formalaşdıranlar cinayətin ən çirkin formasına bulaşmış insanlardılar. Əxlaqsızlığın ən çirkin, ən murdar formasına düşmüş insanlardılar. İnsan əti yeyənlərdilər. Az yaşlıları zorlayanlardılar. Şəhvətin qurbanına çevrilənlərdilər. Sözün həqiqi mənasında desək, seksual manyaklardılar. Baxın, bu günləri dünya mediası bunların əlindədir. Məxsusən Azərbaycan mediasında ki, müsəlman ölkələrində kiçik bir qanun pozuntusunu qaracuruha salıb dünyaya partlayış kimi təqdim eləyən media qurumlarına baxın, bir dənəsi bu məsələni işıqlandırmır, işıqlandıra bilmir, danışa bilmir. Çünki ləyaqəti yoxdur. Çünki onların özləri də qiyabı formada bu Epstein siyahısına düşən insanlardılar. Onlara xidmət eləyən insanlardılar. Ona görə də bu cinayətlərin çirkabını cəmiyyətə çatdırmağa qorxurlar. Amma bugün bir əsrdir, bir dövrdür ki, bu günləri gizlində heç nə qalmır. Və bu günləri artıq dünyaya yeni bir höccət tamam olundu. Zalimin öz əli ilə höccət tamam olundu ki, sizi dindən uzaqlaşdırıb, dırnaqarası demokratiya, insan haqlarına doğru istiqamətləndirənlər ən böyük insanlıq düşmənləridirlər, əxlaq düşmənləridirlər, mənəviyyat düşmənləridirlər. Bunların əxlaqi durumları, yəni çox böhran vəziyyətindədir. Bu günləri Trump'ın adı çəkilir orada, Clinton ailəsinin adı çəkilir orada, digər Amerika prezidentlərinin, senatlarının, İsrail və rəhbərlərinin, yəni dünyaya hökmranlıq eləmək istəyən insanların adları bu siyahıda var. Onların videoları bu siyahıda paylaşılır ki, dünya görsün kimin ardınca gedirlər. Baxın, dindən uzaqlaşan insanlar, Allahdan uzaqlaşan insanlar bu cür insanların köləsinə çevrilir. Bu cür insanların zəncirli, belə deyək ki, quluna çevrilirlər. Və bunu dünya görməlidir.
və bundan nümunə götürməlidir. Məxsusən mənim gözəl xalqım, Azərbaycan xalqım bu günləri mediada ağzı köpüklənə İsrailin, Qərbin, Avropanın, Amerikanın tərəfini saxlayan, İslama hər növ balta çalan media mənsubları, siyasi mənsublar, məmuru da, qeyri-məmuru da bilin ki, hansı çirkin qüvvələrin köləsinə çevriliblər. Trump'ı bugün qəhrəman kimi nümunə göstərənlər, Trump'ı ailə dəyərlərindən danışan, mənəvi dəyərlərdən danışan kimi təqdim eləyənlərin hədəfləri üzə çıxır ki, bunlar hansı hədəfin ardınca gedənlərdilər. Ona görə də dəyərli izləyicilər, biz bu məsələlərdən ciddi nümunə götürməli, özümüzə qayıtmalı, mənəviyyatı zəngin olan dinimizə doğru qayıtmalıyıq. Və bu bir daha onu göstərir ki, dinə qarşı, Əhl-i Beytə qarşı atılan addımlar hansı fəsad ocaqlarından qaynaqlanır. Vəssalamu aleykum və rəhmətullah.